Xanımları narahat eləyən süd vəzi xərçəngindən danışacağıq. Amma ən əsas məsələ düzgün diaqnozun qoyulmasıdır. Və bugün Azərbaycanda Apro Hospitalda 3D diaqnozu qoymaq imkanı olan bir avadanlığın qarşısında dayanmışıq. Və radioloq Süsənbər Musazadə bu barədə bizə ətraflı məlumat verəcək. Bizim hospitalda dünya səviyyəsində ən müasir texnoloji cihazlar mövcud olub ki, onlardan biri də mammoqrafiya cihazıdır. Və mammoqrafiya cihazı əvvəlki 2D müayinə metodundan bu cihazı fərqləndirən onun tomosintez 3D görüntüsünün olmasıdır. Əvvəlki 2D müayinə sadəcə süd vəzinin bir kəsikdən alınan şəkli ilə diaqnozun qoyulmasına əsaslanırdı. 3D mammoqrafiya müayinəsində isə süd vəzinin müxtəlif dərinliklərindən çoxlu sayda şəkillər alınır və süd vəzinin xırda, kiçik, gizlənmiş lezyonlarının aşkarlanmasında çox böyük diaqnostik imkanlar yaradır. Yəni detallı olaraq həqiqətən də orada problemin olub-olmadığını artıq aşkar edən ən müasir avadanlıqdır. Yəni bizim gözdən yayınma ehtimalımız demək olar ki, olmur.